Salam bacılar və qardaşlar, mən Aslanov Şamil, Həqiqət Yolu kanalında hər birinizi xoş gördük. Bugün istəyirəm Markın müjdəsi 6-cı fəsildən oxuyum və burada yazılan ayələri birlikdə oxuyaq və izahını anlayaq və çalışacağım ki, bu ayələri bildiyim qədər məzmununu və anlamını sizə verim. Burada belə yazır. İsa oradan ayrılıb öz yurduna gəldi. Şagirdləri də onun ardınca gedirdi. Şənbə günü olanda o sinagogda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu təəccüblənərək dedilər: Bu adamda bu şeylər haradandır? Bu necə hikmətdir ki, ona verilib? Bu cür möcüzələr onun əlindən necə gəlir? Bu adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yahudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada bizim aramızda yaşamırlarmı? Onların İsa'ya acığı tutdu. İsa onlara dedi: Bir peyğəmbərə öz yurdundan, qohum əqrəbələri arasında öz evindən başqa heç bir yerdə xor baxmazlar. Orada o heç bir möcüzə göstərə bilmədi. Yalnız bir neçə xəstənin üzərinə əlini qoyub onlara şəfa verdi. İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib dolaşdı. İsa 12 şagirdi yanına çağırıb onları 2-2 göndərməyə başladı və onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi. Onlara tapşırdı ki, yol üçün əsadan başqa heç nə çörək, nə torba, nə də qurşaqlarında pul götürsünlər. Ayaqlarına səndəl geysələr də, əyinlərinə 2 köynək geyinməsinlər. İsa onlara dedi: Harada bir evə girsəniz, çıxanacan orada qalın. Harada sizi qəbul etməyib, sizə qulaq asmaq istəməzlərsə, oradan ayrılarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın. Onlar da yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar. Çoxlu cinlər çıxartdılar, yağla məs edərək çox xəstəyə şəfa verdilər. Padşah Hirod onları eşitdi. Çünki İsa'nın adı tanınırdı. Adamlar deyirdilər: Vəftiz edən Yəhya ölülər arasından dirilib, buna görə də o möcüzələr yaradır. Digərləri isə deyirdilər: Bu İlyasdır. Bəziləri deyirdi: Keçmişdəki peyğəmbərlərdən birinə oxşar bir peyğəmbərdir. Amma Hirod bunu eşidəndə dedi: Bu boynunu vurduğum Yəhyadır. Dirilib. Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı həbs elətdirib qollarını qandalladıb zindana salmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı. Və Yəhya Hiroda demişdi: Qardaşının arvadını almaq sənə qadağandır. Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü. Amma bunu edə bilmirdi. Çünki Hirod Yəhyanın salih və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü. Buna baxmayaraq onu yenə də həvəslə dinləyirdi. Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod öz ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi.
Ziyafət zamanı Herodiyanın qızı içəri daxil olub rəqs etdi. Bu, Herodun qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: "Ürəyin istəyəni məndən dilə, mən də sənə verərəm." Sonra möhkəm and içərək yenə dedi: "Məndən nə istəsən, hətta padşahlığımın yarısını istəsən belə sənə verəcəyəm." Qız isə gedib anasından soruşdu: "Mən nə istəməliyəm?" O cavab verdi: "Vəftiz edən Yəhyanın başını." Qız o saat padşahın yanına qaçdı və öz istədiyini bildirdi. "İstəyirəm ki, vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən." Padşahı dərin kədər bürüdü. Amma sözünü yerə salmaq da istəmədi. Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına apardı. Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və dəfn etdilər. Həvarilər İsa'nın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlimlər haqqında ona nəql etdilər. İsa onlara dedi: "Gəlin, kimsəsiz yerdə biraz dincəlin." Çünki gedib gələn çox olduğundan yemək yeməyə belə vaxtları yox idi. Onlar da ayrılıb qayığa minərək hər biri tək başına kimsəsiz bir yerə getdi. Gedərkən cəmaət onları gördü və çoxu da onları tanıdı. Bütün şəhərlərdən axışıb piyada getdilər. Onlardan qabaq oraya çatdılar. İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdilər. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı. Vaxt keçirdi. Şagirdləri gəlib İsa'ya dedilər: "Bura çöllükdür, artıq gecdir. Cəmaatı burax, qoy gedib ətrafdakı kəndlərdən özlərinə bir şey alıb yesinlər." Amma İsa onlara cavab verdi: "Onlara yeməyi siz verin." Şagirdlər İsa'ya dedilər: "Bəlkə gedib 200 dinarlıq çörək alaq və onlara verək ki, yesinlər?" Amma İsa onlara dedi: "Gedin, baxın, neçə çörəyiniz var?" Onlar da baxıb dedilər: "5 çörəyimiz və 2 balığımız var." İsa onlara əmr etdi ki, cəmaatı dəstə-dəstə göy otların üstündə otursunlar. Cəmaat 100-150 dəstə şəklində oturdu. İsa 5 çörəyi və 2 balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, cəmaata paylasınlar və 2 balığı da hamı arasında bölüşdürdülər. Hamı yeyib doydu. Artıq qalan çörək və balıq hissələrini yığdılar. 12 zəmbil doldu. Çörəkləri yeyən kişilərin sayı 5000 nəfər idi. Bundan dərhal sonra İsa cəmaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib özündən əvvəl o biri sahilə, Betsaydaya keçsinlər. İsa cəmaatı yola salandan sonra dua etmək üçün dağa qalxdı. Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tək dayanmışdı. O gördü ki, şagirdləri güclə avar çəkir. Çünki külək onlara qarşı əsirdi. Gecənin 4-cü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi. Şagirdlər isə İsa'nın gölün üstü ilə yeridiyini görəndə onu bir kabus bilib qışqırdılar. Çünki hamı onu görüb lərzəyə düşmüşdü. Lakin bu anda İsa onlara müraciət edib dedi:
cəsarətli olun. Mənəm, qorxmayın. Qayığa minib onlara qoşuldu. Külək də sakitləşdi. Hamı tamamilə mat qaldı. Çünki inadkar ürəkli olduqlarına görə çörəklə bağlı işi hələ də başa düşməmişdilər. İsa və şagirdləri gölü keçib Gineser sahilinə çatdılar və qayığı bağladılar. Onlar qayıqdan düşən kimi cəmaət İsanı tanıdı və qaçıb ətraf yerləri gəzib dolaşdılar. İsa'nın harada olduğunu eşidəndə xəstələri yataqlar üstündə oraya gətirməyə başladılar. İsa'nın getdiyi hər yerdə, kəndlərdə, şəhərlərdə, obalarda xəstələri gətirib meydanlara qoyurdular. Xəstələr heç olmasa İsa'nın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağalırdı. Amin. Dəyərli bacılar və qardaşlar, 6-cı fəsli də bitirdik sizinlə. İnanıram ki, oxuduğum ayələr sizin üçün faydalı olar. Burada İsa Məsihin möcüzələri əsas olaraq qabardılır və bizlərə göstərilir. Ümumiyyətlə İncil kitabında İsa Məsihin etdiyi möcüzələrin sayı hesab yoxdur. Və orada daima İsa'nın etdiyi möcüzələrin, daha doğrusu ard-arda etdiyi möcüzələrin təfərrüatlı bir şəkildə öz əksini tapır və İncildə bununla bağlı çox geniş yer verilir İsa'nın möcüzələrinə. Və burada da biz görürük ki, İsa 5000 nəfəri 5 balıq və 2 çörəklə yedirdir və sonra gölün üstündə suyun üzərində yeriməsi hadisəsi burada təsvir olunur. Və bir çox xəstələrə şəfa verməsi bu hər yerdə əsas amil kimi göstərilir. Və inanıram ki, Tanrı bizlərə də şəfa verər, bizləri də öz kəlamı ilə dəyişər və bizim ruhumuza təsir edər ki, biz dəyişək və tamamilə şəfa alaq. Bəzən insanların fiziki sağlamlığından çox onların ruhani sağlamlığı onlara daha çox əziyyət verir. Çünki bir insan ruhən xəstə olanda o insanı müalicə etmək, sağaltmaq çox çətin olur. Bir insanın düşüncəsi xəstə olursa, o insanın bütün bədəni xəstədir deməkdir. Və gəlin Tanrıya birlikdə dua edək, ona yalvaraq və ondan istəyək ki, Allah bizə şəfa versin, Allah bizə güc versin və Allah bizi şər olandan qorusun və Allah daim bizi bərəkətli etsin. Minnətdaram hər birinizə məni dinlədiyiniz üçün qardaşlarım və bacılarım. Gününüz xoş olsun, gecəniz xeyrə qalsın.